Bir qrup şəxsin Bərdə və Ağdam rayon ərazilərində odlu silah-sursat satışı həyata keçirilməsi ilə əlaqədar olaraq polis əməkdaşları tərəfindən xüsusi əməliyyat tədbirləri həyata keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə polis Ağdam rayon sakinləri əvvəllər məhkum olunmuş 34 yaşlı Qasım Abdullayev, tanışı 36 yaşlı Şünasib Hüseynov, 24 yaşlı Cavid Quliyev və Bərdə rayon sakini 29 yaşlı Vüsal Həsənov ilə qabaqcadan əlbir olaraq qrup şəklində birləşərək dekabr ayı ərazisində qanunsuz olaraq odlu silah və onun kompleksinin hissələrinin satışını təşkil etdikləri barədə əməliyyat məlumatları daxil olub. Dekabr ayının 23-də qrup üzvləri Ağasib Abdullayev, Şünasib Hüseynov və Vüsal Həsənova növbəti dəfə odlu silah-sursat satmaq istəyən zaman Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanaraq istintaqa təqdim ediliblər. Onlardan ümumilikdə 2 ədəd Kalaşnikov avtomatı, 1 ədəd Makarov tapancası, 6 ədəd patron darağı və 168 ədəd patron aşkarlanıb. Tədbirin davamı olaraq həmin odlu silah-sursatların qanunsuz olaraq əldə edib saxlayan və satmaq məqsədi ilə dəstə üzvlərinə təqdim edən qrupun digər üzvü Cavid Quliyev də Zəngilan rayon ərazisində saxlanılaraq Bərdə rayon polis şöbəsinə gətirilib. Faktla bağlı cinayət məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Ağasib Abdullayev, Şünasib Hüseynov, Vüsal Hüseynova və Cavid Quliyevə ittiham elan edilərək barələrində məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilib. Qrup üzvlərinin digər cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat istintaq tədbirləri davam etdirilir. Vüsal Rafiqoğlu, Aran TV, Bərdə.